Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. Salam dostlar. Bugün sizi çok qədim bir kəşfə aparacağım. Təsəvvür edin, qarşınızda sonsuz okean var və istiqaməti göstərən heç bir cihaz yoxdur. Kompasdan əvvəl dənizçilər yolu günəşə və ulduzlara baxaraq tapırdılar. Amma fırtına və buludlar gələndə istiqamət itirdi. Dünya böyük idi, amma insanlar hara getdiklərini bilmirdi. Sonra insanlar maraqlı bir daş kəşf etdilər. Maqnetit. Bu daş həmişə eyni istiqaməti göstərirdi. Təxminən 2000 il əvvəl qədim Çində ilk kompas yaradıldı. Əvvəl qaşıq formasında idi, sonra əqrəb halına salındı. Bəs kompas necə işləyir? Yer kürəsi özü nəhəng bir maqnit kimidir və görünməz maqnit sahəsinə malikdir. Kompasın içindəki əqrəb də kiçik bir maqnitdir və bu sahəyə uyğunlaşaraq həmişə şimalı göstərir. Bu balaca əqrəb dünyanı dəyişdi. Uzaq səfərlər mümkün oldu, xəritələr dəqiqləşdi. Kiçik bir iynə insanlara yol göstərdi. Kompas yer kürəsinin gücünü hiss edir və bizə həmişə doğru yolu göstərir.